Ermənistanla Azərbaycan arasında Rusiya istehsalı olan maye qaz və bitumun dəmir yolu vasitəsilə daşınması ilə bağlı razılıq əldə edilib. Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan sosial şəbəkə hesabında paylaşım edib. Nazirin sözlərinə görə hazırda İran və Gürcüstan üzərindən keçən logistika marşrutlarında yaranan çətinliklər fonunda Ermənistanda maye qaz qıtlığı müşahidə olunur. Mövcud vəziyyət hökumət alternativ nəqliyyat marşrutları axtarmağa vadar edib. Gevorg Papoyan bildirib ki, yaranmış tələbatın ödənilməsi məqsədi ilə Rusiya mənşəli maye qazın və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə Ermənistana daşınması qərarı alınıb. Bu istiqamətdə müvafiq razılaşmalar əldə olunub və daşımaların yaxın vaxtlarda həyata keçirilməsi planlaşdırılır. Nazir qeyd edib ki, sözü gedən qərar ölkə daxilində enerji təminatında sabitliyin qorunmasına, eləcə də tikinti sektorunda istifadə olunan bitumun fasiləsiz tədarükünə xidmət edəcək. Eyni zamanda bu addım regionda nəqliyyat kommunikasiya imkanlarının praktiki istifadəsi baxımından da əhəmiyyətli hesab olunur. Məlumat üçün bildirək ki, son dövrlər regionda baş verən geosiyasi və logistika dəyişiklikləri bir sıra ölkələri alternativ marşrutlardan istifadə etməyə sövq edir.